Salam uşaqlar, gəlin bugün çoxluqlardan danışaq. Çoxluqlar əslində çox asan bölməli. Sadəcə olaraq bir-iki dənə xırda nüanslar var ki, onlara baxmaq istəyirəm sizlə. Deməli, çoxluqlarda burada da gördüyünüz kimi hər hansı bir tərif verilmir. Tərif verilmir, sadəcə olaraq bir anlayışdır. Hər hansısa bir şeyin çoxluğundan söhbət gedir. Məsələn, biz desək rəqəmlər çoxluğu, məsələn, A çoxluğu rəqəmlər çoxluğu olsun. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9-da dayandıracağım. 2, 9 rəqəmlərdən birini unuttum. 0. Aha. Bu rəqəmlər çoxluğudur uşaqlar. Rəqəmlər çoxluğunu hal-hazırda görürsünüz. Hal-hazırda A çoxluğu rəqəmlər çoxluğudur. İndi uşaqlar biz gəlin bunu işarələmələri öyrənə görə hələ nələrdən nələr olacaq. Deməli, bu daxildə gördüyünüz bu 0-dan 9-a qədər olan rəqəmlər belə deyək, A çoxluğunun elementləridir. Tamam mı? Çoxluğa daxil olan bu 0-dan 9-a qədər rəqəmlər elementlər adlanır. Elementlər. Bəs uşaqlar, biz A çoxluğunda neçə dənə elementin olduğunu necə göstərərik? Onu n-lə göstərəcəyik. NA, yəni A çoxluğunda olan elementlərin sayı bərabərdir. Burada neçə dənədir? 10 dənə. Və salam. Deməli, bu çoxluğun elementlərinin sayı 10 dənədir. Məsələn, B çoxluğu yazaq. B çoxluğunun elementləri olsun 1, 3, 5, 7. Məsələn, bunda NB, yəni B çoxluğunun elementləri sayı olacaq 4 dənə. Bu da baxan kimi zaten görünür ki, 1, 3, 5, 7 elementlərdir. İndi uşaqlar, sizlə tanış olaq sonlu və sonsuz çoxluqlarla. Məsələn, hal-hazırda mənim yazdığım burada A çoxluğu deyilir, rəqəmlər çoxluğudur. Rəqəmlər çoxluğu sonludur. Yəni, biz rəqəmləri tanıyırıq ki, 0-dan 9-a qədər rəqəmdir. Bundan o tərəfə artıq nələr yaranır? Ədədlər yaranır. Amma mən natural ədədlər çoxluğu, məsələn, n-lə işarələsəm, natural ədədlər çoxluğu başlayır 1-dən, 2, 3 və s. və axır sonsuzluğa doğru gedir. Artıq natural ədədlər çoxluğu sonsuz çoxluq olur. Sonsuz. Buna başqa tam ədədlər çoxluğu ola bilər, buna başqa rasional ədədlər ola bilər, irrasional ədədlər ola bilər və s. və axır. Yəni, məsələn, sadə ədədlər özü ola bilər. Sadə ədədlər də əslində sonsuzdur. Sadəcə olaraq biz bir neçəsini bilirik. 2, 3, 5 və s. və axır. Sonlu və sonsuz çoxluqlarda öyrəndik. İndi gəlin sizlə bir yerdə eyni güclü və bərabər çoxluqlar öyrənək. Uşaqlar, bərabər çoxluq o deməkdir ki, gəlin bu A-nın elementlərini biraz azaldım, rahat olsun. 1, 2, 3, 4 məsələn. O zaman n-a nəyə bərabərdir? 4-ə. Bunu da qeyd edək. Tez-tez təkrarlayıram ki, sizin üçün də təkrar olsun. Deməli, uşaqlar, A çoxluğunun element sayı 4-dür. Əgər mən hər hansısa bir çoxluq yazsam, çoxluğun elementləri A-nın elementlərindən fərqli olsa da sayı eynidirsə, o zaman bu çoxluqlara eyni güclü çoxluqlar deyəcəyik. Amma elementlər eynidir. Sayı da eynidir, özləri də eynidir. Sadəcə yerlər dəyişibsə, o zaman bunlar bərabər çoxluqlar olacaq. Məsələn, B çoxluğu yazıram uşaqlar. B çoxluğuna yazıram 2, 3, məsələn 1, 4. Və belə qururam. Və belə. İndi uşaqlar, baxırız ki, 2 var, 2 var, 3 var, 1 var, 4 var. Bütün elementlər bir-birindən eynidir. Sadəcə olaraq yerlər nədir? Dəyişilib. O zaman siz A çoxluğu ilə B çoxluğunu bir-birinə tam sərbəst bərabər götürə bilərsiniz. Həm elementlər eynidir, həm də sayı bərabərdir. Artıq mən bura məsələn B çoxluğuna bir dənə 5 əlavə eləsəm, bunlar heç nə eyni güclü deyil, nə də ki bərabər çoxluq deyil. Tamam mı uşaqlar? Bunu hələ ki belə saxlayaq, A ilə B-ni bir-birinə bərabər götürək. Və uşaqlar, indi mən C çoxluğu yazıram. C çoxluğuna isə belə bir şey yazıram. Məsələn 5, 6, A, B. Baxıram ki, A ilə B zaten bir-birinə bərabərdir. Bəs bu C A ilə B-nin nəyi olacaq? Nədir bu? Baxıram ki, element sayı eynidir, amma elementlər tamamilə bir-birindən fərqlidir. 5, 6 hara, 1, 2 hara, AB hara, 3, 4 hara deyilmi? O zaman A ilə A və C, həmçinin B və C nə olurlar uşaqlar? Eyni güclü olurlar. Yəni, bunların element sayı eynidir. Amma elementlər bir-birindən fərqlidir. Və yəni 5, 6 AB-nin yerinə məsələn mən tamamilə fərqli A, B, C, D yaza bilərdim. Və yaxud da ki, nə yazaq buna məsələn? X, Y, Z, alfa yaza bilərdim. Yəni, nə istəsəz. Sadəcə olaraq 4 dənə element olsun, tamam mı? Məsələn, A, B, C, D yazaq və dayanaq. Bax belə, element sayı eynidir. Amma elementlər bir-birindən fərqlidirsə eyni güclü. Elementlər sayı bərabərdir, elementlərin özləri də eynidir. Sadəcə olaraq yerlər fərqlidirsə, bunlar bir-birinə bərabər çoxluqlar olacaq. Burada da səhv eləmirəmsə qeyd olunub bunlar. Qeyd olunub məncə. Hər neysə. Yəni PDF-də tapacaqsınız uşaqlar hər şey. Sonra uşaqlar gələk burada
gözümə çarpdı nə? Daxil deyil, daxildir işarəsi. Gəlin bunlara baxaq görək, bunlar nədir? Uşaqlar, məsələn elə burada başa salmalıyıq. Məsəl üçün biz C çoxluğu götürürük, düzdür? Mən sizə deyirəm ki, A, C. Belə bir şey yazıram. Yəni mən demək istəyirəm ki, A daxildir C-yə. Düzdürmü? Həqiqətən də A elementi C-yə daxildir də. Deməli, bu doğrudur. Amma mən sizə desəm, məsələn, A daxildir B çoxluğuna, bu yanlışdır. A, B çoxluğunun içində siz A-nı görürsünüz heç. Heç A-nın B-nin içində işi var? Yoxdur ki. Deməli, bu yanlışdır. O zaman A daxil deyil B demək üçün yazıram A daxil deyil B-yə. Və son. Və yaxud da ki, bunu bəzi kitablarda belə də görə bilərsiniz. A daxil deyil B-yə. Yəni, ya üstündən xətt çəkəcəksiniz, ya da yuxarısından belə xətt çəkəcəksiniz ki, bu daxil deyil. Tamam mı uşaqlar? Daxildir, daxil deyil. Biz əsasən natural ədədlərdə və yaxud da ki, aydınlıq kəsrlərdə belə şeylər görürük. Məsələn, 5n üstə gəl 6 bölünsün n. Qıraqda da yazılır ki, n daxildir n. Yəni, bu natural ədəddir. Bu o deməkdir ki, n natural ədədlər çoxluğundandır. Deməli, n-ə tam ədəd deyə bilməzsiniz siz. Sadəcə olaraq natural ədədlər 1, 2, 3, 4, 5 və s. və axır qoyacaqsınız yerinə. Tamam mı? Bax, bu o deməkdir. Amma sizə desə ki, məsələn, n daxildir z. Z hansı çoxluqdur? Tam ədədlər çoxluğudur. Deməli, artıq n-in yerinə siz həm mənfi, həm də müsbət ədədləri götürəcəksiniz. Bax, bunlar daxil olmaq, daxil olmamaq belə şeylərdir. Sonra uşaqlar boş çoxluqla tanış olaq. Boş çoxluq heç bir elementi olmayan çoxluqdur. Məsələn, A çoxluğu götürürəm mən. Boş çoxluq. Heç bir elementi yoxdur. Yoxdur da bu çoxluğun heç bir elementi yoxdur. Yəni, nə eləmək olar? Heç bir şey eləmək olmaz. Məsələn, bu qədər sadə. Sonra, sonlu sonsuz çoxluqlardan işlədik və salam. Gəlirik alt çoxluğa. Uşaqlar, burada bir qayda var, onu sizə izah edeyim. Hesabi çoxluq. Hesabi çoxluq universitetdə də hətta rastlaşacaqsınız. Riyazi analizdə ilk dərslərdə olur bunlar. Hesabi çoxluq deyəndə nə nəzərdə tutulur? Natural ədədləri siz tanıyırsınız da 1, 2, 3, 4, 5, 6, 1 milyon, 2 milyon və s. və axır. Bax, onunla eyni güclü olan çoxluğa hesabi, yəni burada ekvivalent yazılıb. Burada siz görəcəksiniz ki, ekvivalent elə eyni güclü deməkdir. Tamam mı uşaqlar? Ekvivalent eyni güclü çoxluq deməkdir. Yəni, natural ədədlə eyni güclü olan çoxluğa biz deyəcəyik hesabi çoxluq. Yəni, demək olar ki, natural ədədin bir növ alt çoxluğudur. Hələ alt çoxluqdan danışmamışam deyə sadəcə olaraq eyni güclü deyirəm. Eyni güclü də nə deməkdir? Ədədlərin sayı eyni olsun, amma yerləri fərqli olsun. Üzrsən, yerlər fərqli olmasın. Ədədlərin sayı, elementlərin sayı eyni olsun. Sadəcə olaraq fərqli ədədlər olsun. Mən 1, 2, 3, 4 və 5, 6, 7, 8. Bax, belə. Aha, uşaqlar, davam eləyək alt çoxluqdan. Burada da belə bir şey yazıb ki, hesabi çoxluqlar öz aralarında ekvivalenti. Artıq siz hesabi çoxluğun da nə olduğunu bilirsiniz. Ekvivalentin, yəni eyni güclünün də nə olduğunu bilirsiniz. Özünüz üçün artıq fikirləşin ki, eyni güclü, ekvivalent, eyni şey deməkdir. Alt çoxluq nədir uşaqlar? Alt çoxluğun tərifi burada var. Alt çoxluğun hər bir elementi, hər bir, xüsusilə bunu vurulamaq istəyirəm. Bu nə idi? Aha. Hər bir elementi B çoxluğuna da daxil olarsa, A-ya B-nin alt çoxluğu deyilir. Yəni, B-nin hər çoxluğu A-ya daxil deyil deyə B-yə A-nın alt çoxluğu deyilə bilməz. Məsələn, bunu sizə əyani olaraq da göstərə bilərəm. Məsələn, A çoxluğu vermişəm sizə. A çoxluğunun elementləri 1, 2, 3 bunlardır. Bölmə tərcələri pis çəkirəm biraz. B çoxluğu isə 1, 2, 3, 4 və 5-dir. 5. İndi uşaqlar görürsünüz ki, 1 A-ya daxil olan 1 B-də də var. 2 B-də də var. 3 B-də də var. Okey. Deməli, biz nə edirik? Baxırıq ki, A-ya daxil olan bütün elementlər B-yə də daxildir. O zaman A-ya B-nin alt çoxluğu deyilir. Bax, bu alt çoxluğu işarəsidir uşaqlar. Həm də daxildir də belə götürürlər sözün açığı. Alt çoxluq zaten o deməkdir ki, A-nın bütün elementləri B-yə də nədir? Daxildir. Amma uşaqlar, baxsaz bura, görürsünüz ki, tamam, B-nin içindəki 1 A-da da var. 2 A-da da var. 3 A-da da var. Amma 4 A-nı, 5 A-nı yoxdur axı. Ona görə də B-yə A-nın alt çoxluğu deyə bilməzsiniz. Gərək ki, hər bir element, baxın, hər bir element nə olsun? Bir çoxluqdakı hər bir element digərinə də daxil olsun ki, alt çoxluq məsələsi ortaya çıxsın. Alt çoxluq uşaqlar şəkli belə görürsünüz zaten. Rəsmi ifadəsi belə deyək. Rəsmlə ifadəsi belə deyək, daha doğrusu. Məsələn, buradakı nümunələrə də baxa bilərsiniz, heç bir problem yoxdur. Gəlin də alt çoxluqlardan danışaq, ümumiyyətlə qeydlərinizi aparaq. A çoxluğunun, baxın uşaqlar, burada zaten yazılıb sizdə ki,
daha doğrusu PDF-də hər bir çoxluq özünün alt çoxluğudur. Zaten baxsaq ki, həqiqətən də 1, 2, 3 özünün nə idi? Alt çoxluğudur. Alt çoxluqları nə deməkdir? Məsələn, gəlin bir alt çoxluqları açaq sizlə. Məsələn, gəlin A çoxluğunun alt çoxluqlarını tapaq sizlə. Mən deyirəm ki, A çoxluğunun 8 dənə alt çoxluğu var. Müəllimə baxan kimi hardan bildiniz? Əslində bunun düsturu var uşaqlar. 2 üstü n. Alt çoxluqların sayı düsturu. Alt çoxluqların sayı düsturu. 2 üstü n. N nədir uşaqlar? Elementlərin sayı. Tamam mı? Baxın 3 dənə elementidir. 2 üstü 3 tapdım. Neçə elədi? 8. O dəqiqə dedim ki, 8 dənə alt çoxluğu var. İndi gəlin həqiqətən baxaq görək ki, alt çoxluğunun həqiqətən mi 8 dənə alt çoxluğu var, yoxsa özümüz aldadırıq? İlk növbədə biz dedik ki, çoxluğun özünün nə idi? Alt çoxluğudur. 1, 2, 3. Düzdürmü? Çoxluğun özünün alt çoxluğudur. Sonra hansı ola bilər uşaqlar? 1 ilə 2, 1 ilə 3. Sonra 2 ilə 3. Deyilmi? Sonradan nə ola bilər uşaqlar? 1 ilə sadəcə 1-in özü, sadəcə 2-nin özü, sadəcə 3-ün özü. Artıq neçə dənə yazdıq? 7 dənə yazdıq. Bəs 8-ci hansıdır müəllimə? Tapırıq, axtarırıq, heç cür eləyə bilmirik. Bunların yerini dəyişməyin də heç bir mənası yoxdur. Zaten eyni çoxluq olur, bərabər çoxluq olur. Gəlirik bu qaydaya uşaqlar. Boş çoxluq hər bir çoxluğun alt çoxluğudur. Boş çoxluq hər bir çoxluq o deməkdir ki, uşaqlar, boş çoxluq bütün çoxluqların alt çoxluğudur. Tamam mı? Alt çoxluq, boş çoxluq özü də özünün alt çoxluğudur. Bütün çoxluqların da alt çoxluğudur. Tamam mı? İlk qaydamız o idi ki, hər bir çoxluq özünün alt çoxluğudur. İkinci qayda isə boş çoxluq bütün çoxluqların alt çoxluğudur. O zaman bizim 8-ci çoxluğumuz nə olacaq? Boş çoxluq və salam. Və uşaqlar, indi biz bütün alt çoxluqları tapdıq da A çoxluğunun bütün alt çoxluqlarını tapdıq. Amma və lakin sizə sual verə bilərlər ki, A çoxluğunun yaza bilmədim. Çoxluğunun. Diqqət bu cümləyə. Boş olmayan alt çoxluqlarının sayı. Uşaqlar, məntiqlə fikirləşsək alt çoxluqları. Məntiqlə fikirləşsək bütün çoxluqları yazanda uşaqlar biz hamısını yazdıq da. 1, 2, 3, 4, 5 alt çoxluqlara daxildir həmçinin boş çoxluq, həmçinin çoxluğun özü və s. və s. İndi bizə deyir ki, boş olmayan alt çoxluq. Bir dənə boş olan çoxluq kimdir? Boş çoxluqdur da düz deyil. Siz bunu buradan çıxsaq, qalanlar, yəni yerdə qalanlar hamısı nədir? Boş olmayan. Bunda içində elementlər, bunda içində var, bunda içində var. Hər birinin içində ən az bir dənə, bax bunda, məsələn, bir dənə element var. Boş çoxluq bir dənə, təbii ki də boş çoxluğun özüdür. Qalanları heç biri boş olmur. Yəni hamısında ən az bir dənə element olur. Ona görə də boş olmayan alt çoxluqların sayını tapanda siz sadəcə olaraq alt çoxluqları tapırsınız 2 üstü n düsturu ilə. Burada da bayaq verdim uşaqlar. Onu yenidən təkrarlayıram sadəcə. 2 üstü n düsturu ilə sadəcə olaraq birini nə edəcəksiniz çıxacaqsınız. Həmin bu bir dənə çoxluq da hansı çoxluqdur? Boş. Yaza bilmədim. Boş çoxluq. Və salam. Qutardı. Boş olmayan alt çoxluqları bu cür tapırsınız ki, bu da burada da qeyd etmişəm. Baxın, boş olmayan alt çoxluqlarının sayının tapılması 2 üstü n çıx 1. Və salam. Qutardı getdi. Buralara qəti sürətlə baxmırsınız, kombinezona gedir bu. Bunları daha irəli dərslərdə ehtimalda keçəcəyik. Davam edək uşaqlar. Burada əlimdə idi, video kəsildi. Hər nəysə. Gəlin bunu başa salmırsa ki, n elementli çoxluğun k elementli alt çoxluğu nə deməkdir? Məsələn, hal-hazırda alt çoxluğu bizdə verilən alt çoxluq neçə elementli? 3 elementlidir, düzdür? Yenidən yazın məni salamatı. Alt çoxluğu verirəm sizə. Məsələn, bunun elementləri 1, 2, 3, 4 olsun bu dəfə. Mən sizə deyirəm ki, A çoxluğunun, yəni 4 elementli çoxluğun neçə dənə 3 elementli alt çoxluq var. Bunu siz kombinezon bilmədən də eləyə bilərsiniz. Nədir? 1, 2, 3 deyilmi? 1, 2, 4, 2, 3, 4 belə-belə gedə bilərsiniz, deyilmi? Və salam qutardı getdi. Yəni, başqa hər hansısa bir şey eləməyə ehtiyac yoxdur. Yəni, kombinezonu bilməsəz belə bunun alt çoxluqlarının sayını tapa bilirsiniz. Bərabər çoxluqları zaten dedik uşaqlar. Gəlin çoxluqların birləşməsindən danışaq. Buradakı faktoriyalı falan da nəzərdən keçirdən sadəcə olaraq, amma hələ ki hal-hazırda bizə lazım deyil. Çoxluqların birləşməsi nədir uşaqlar? Məsələn, A çoxluğunu götürürəm mən. 1, 3, 5, 7. B çoxluğunu götürürəm uşaqlar. 1, 2, 3, 4 və 5. İndi mən bunları birləşdirmək istəyirəm. A ilə B-nin birləşməsi uşaqlar belə işarə olunur. Bu birləşmə işarəsidir. Baxın bu. Bu birləşmə işarəsidir. Üzü yuxarı U şəklində də.
A ilə B çoxluğunu, ümumiyyətlə çoxluqları birləşdirəndə bütün elementləri bir araya yığırıq. Amma eyni şeydən, yəni təkrarlanan nəsə olarsa, onları bir dənə götürürük. Məsələn, baxın 1-dən 2 dənədir. Amma mən bunları birləşdirəndə 1-dən sadəcə bir dənə götürəcəm. Yəni 1, 2, 3-dən də 2 dənədir, amma mən bir dənəsini götürəcəm. Sonra 5, daha doğrusu 4, sonra 5, 5-dən də yenə 2 dənədir, amma mən birini götürdüm və 7. Və salam, A ilə B-nin birləşməsini baxın bu cür ifadə elədim. A ilə B-nin birləşməsini uşaqlar burada Euler-Venlə ifadə ediblər. Euler-Veni ən axırda şey eləyərik, həm də ki birinci dənə şəklə baxarıq ki, görək Euler-Veni işləyəndə çoxluqları Euler-Ven dairəsində verəndə biz necə işləyək, nədən nəyə çıxaq, nədən nəyə üstündən gələk və yaxud da ki nəsə. Belə uşaqlar. Və burada xüsusi məqamlardan biri də nədir? A ilə B, A, B-nin alt çoxluğu olarsa, bunlarda nə baş verir uşaqlar? Aynen A, B-nin alt çoxluğu olarsa, onsuz da A-ya daxil olan bütün elementlər B-yə də daxil olur axı. O zaman A ilə B-nin birləşməsi hansı çoxluğa bərabər olacaq? B çoxluğuna, yəni böyük olana. Birləşmə əksər vaxt böyük olan tərəfdədir. Çünki hamını bir yerə yığan böyük çoxluqdur. Aydınmı uşaqlar? Yenidən təkrarlayıram. Aynen A, B-nin alt çoxluğu olarsa, gəlin bunu əyani şəkildə göstərim də sizə. A çoxluğu 1, 2, 3, B çoxluğu 1, 1, 2, 3, 4 və 5. Fikir verin, birləşmədə onsuz da 1, 2, 3, 1, 2, 3 hamısı var da, deyilmi? Alt çoxluğu B çoxluğunun alt çoxluğu olduğunu gördük. O zaman A ilə B-nin birləşməsi həqiqətən də hansı çoxluğa bərabərdir? B çoxluğuna bərabərdir. Əyani şəkildə də görmüş oldunuz ki, həqiqətən elementlərin təkrarlanmasının heç bir mənası yoxdur. Onsuz da 1 var, 2 var, 3 var. 4 ilə 5 də zaten B-nin tərkibindədir və birləşmə böyük çoxluğa bərabər olacaq ki, burada da görəcəksiniz onu. Baxın, belə. A-B-nin alt çoxluğu olarsa. Xüsusiyyətlərə baxaq uşaqlar, xassələrə. Hər hansısa bir çoxluğu özünlə birləşərsə, çoxluğun özü alınır. Mütləq şəkildə. Baxın da, məsələn, 1, 2, 3. 1, 2, 3 ilə birləşsə özü alınır da. Yəni, nə alına bilər ki, başqa? Hər hansısa bir çoxluq boş çoxluqla birləşəndə və yaxud boş çoxluq hər hansısa bir çoxluqla birləşəndə yenə də çoxluğun özü alınacaq. Baxın uşaqlar, məsələn, B çoxluğunu buradan silin. Həm də biz demişdik axı, boş çoxluq bütün çoxluqların alt çoxluğudur axı, deyilmi? Boş çoxluq bütün çoxluqların alt çoxluğu, ümumiyyətlə alt çoxluq olanda böyük çoxluğu biz götürürdük. Ümumiyyətlə də boş çoxluğu götürsək, məsələn, B çoxluğu yazıram. Boş çoxluq. Yoxdur da, bunun elementi yoxdur. A ilə B-nin birləşməsi bizə nə verəcək? Elə alt çoxluğunun özünü. Və yaxud da dediyim kimi, birləşmə həmişə böyüyün tərəfindədir. Böyük çoxluq kimdirsə, onun tərəfindədir. Yəni, onun qiymətini alır, belə deyək. İndi uşaqlar, sizdən burada deyəsən onu qeyd eləmədim. Bəli. Baxın, burada bir şey də qeyd edeyim. Bəs A birləşmə B-nin neçədən element olduğunu necə ifadə edirik? N A birləşmə B-nin. Və salam. N A birləşmə B neçədən elementi? 1, 2, 3, 4, 5, 6. 6 və salam. Bu qədər. Davam edək. Uşaqlar, hər hansısa bir çoxluq A ilə B-nin birləşməsi B ilə A-nın birləşməsinə bərabərdir. Bu zaten elə bir ki 2 üstəgəl 3, 3 üstəgəl 2-yə bərabərdir. Sanki belə bir şeydir. A ilə B-nin birləşməsinin C ilə birləşməsi A-nın B ilə C-nin birləşməsinin A ilə birləşməyə bərabərdir. Bu bilirsiniz nəyə oxşur uşaqlar? Həqiqətən də məsələn 2 üstəgəl 3, 2 üstəgəl 3 üstəgəl 2 bərabərdir 2 üstəgəl 3 üstəgəl 2. Yəni tamına belə bir şeydir. Birləşmə axı hamını bir yerə yığır. Siz bunu belə təsəvvür edə bilərsiniz. Burada da zaten bunu dedik. Bir çoxluq digərinin alt çoxluğu olarsa, böyük çoxluq, çoxluqların birləşməsi olur. Gəldik çoxluqların kəsişməsinə. Çoxluqların kəsişməsi uşaqlar ortaq elementləri götürməklə edilir. Məsələn, bir səhifədən A çoxluğu götürək. A, B, C, D, D. Və B çoxluğu götürək. A, Y, F, D, C. Məsələn. İndi mən sizə deyirəm ki, A ilə B-nin kəsişməsinə baxaq. Bu işarə kəsişmə işarəsidir. Tərsinə O kimi. Bəzi məsələn, izahlarda siz bunu belə bir şey də görə bilərsiniz. Çox gülməlidir, amma neysə. Yəni, bu əgər üzgünsə kəsişmədir, xoşbəxtsə, nə bilim, birləşmədir və s. və axır. Yəni, siz necə yada saxlamaq istəsəz, o cürdə yada saxlaya bilərsiniz. A ilə B-nin kəsişməsi o zaman nə olacaq uşaqlar? Ortaq elementlər. Ortaq elementlər A-lardır və C-lərdir və D-lərdir. O zaman kəsişməyə mən yazacağım nə? A, C, D və salam. Kəsişmədə daha az element oldu, görürsünüz uşaqlar, ortaqlar olduğuna görə. Onda biz bunu NA kəsişmə B-ni, yəni A kəsişmə B-də neçədən element olduğunu bu cür göstərəcəyik. Neçədən element var? 3 dənə element var. Kəsişməni Euler-Ven'də.
Nəsə oldu uşaqlar, hər nəysə. Kəsişməli eylervində görürsüz ortada işarə eləyiblər. Burada indi biraz eybəcər çıxıb. Mən sizin üçün bu cür ifadə edeyim. Aha, kəsişməli mən sizin üçün bu cür ifadə edeyim. Məsələn, A elementidir. A çoxluğudur, B çoxluğudur. A çoxluğudur, B çoxluğu. Görürsüz uşaqlar, ortaqları. Bax, bu tərəf A ilə B-nin birləşməsidir. Kəsişməsidir. Kəsişmədir. Bu A ilə B-nin kəsişməsidir. A ilə B-nin kəsişməsində A var, C var, D var. Yazdım bura. Sonra uşaqlar gəlirik ortaq olmayanlar. A-da əlavə olaraq nə qaldı? Sizdə B, B-ni bura yazırsınız. B-də sizdə əlavə olaraq nə qaldı? Y ilə F. Bax, bunu da bura yazırsınız. Eylervəndən ümumiyyətlə tanış olacaq indi birazdan. İndi gəlin davam edək. Əgər A çoxluğu ilə B çoxluğu kəsişmirsə, boş çoxluqdur. Zaten bunu bilirik. Və A çoxluğu B-nin A çoxluğu olarsa, kəsişmə A-ya daxildir. Bayaq, bunları yan-yana qoyun. Baxın uşaqlar, bayaqları A çoxluğu olanda birləşmə böyük olana bərabərdir. Bax, B-nin A çoxluğu daxil. A, B-nin A çoxluğu deyil, birləşmə böyüyə bərabər olurdu. Amma burada A ilə B bir-birinin A çoxluğudur. Kəsişmə balaca olana. Baxın, bu tərəfə balacaya bərabərdir. Çünki balaca zaten hər şeyi özündə cəmləşdirir. Məsələn, bunu əyani olaraq göstərsəm, A 1, 2, 3 olsun. B isə 1, 2, 3, 4 olsun. İndi A ilə B-nin kəsişməsi nəyə bərabərdir uşaqlar? 1, 2, 3-ə. Doğrudurmu? Elə bu da hansı elementdir? Hansı çoxluqdur? A çoxluğudur. Gördünüz? Və salam. Burada xassələrə yenidən baxa bilərsiniz. Hər hansısa bir çoxluğun özünün özü ilə kəsişməsi yenə çoxluğun özünü verir. Boş çoxluqla kəsişmə boş çoxluğu verir uşaqlar. Bayaq gördünüz, boş çoxluqla birləşmə A çoxluğunun özünü verdi, A çoxluğunun özünü. Amma kəsişmə isə boş çoxluq. Çünki kəsişmə nə deməkdir? Ortaq elementlər deməkdir və boş çoxluqla A çoxluğunun heç bir ortaq elementi yoxdur. O zaman təbii ki də kəsişmə nə olacaq? Boş çoxluq. A-nın B ilə birləşməsi B-nin A ilə A ilə B-nin kəsişməsi B ilə A-nın kəsişməsinə ilə bərabərdir. Burada birləşmə idi, orada da kəsişmədir, eyni şeylərdir. Yenə kəsişmələrin kəsişməsi belə deyək də A ilə B-nin kəsişməsi C-nin kəsişməsi ilə A ilə B-C-nin kəsişməsinin kəsişməsi bir-birinə nədir? Bərabərdir. Ki bunu əyani olaraq özünüz üçün məsələn bir girən çoxluq yazıb uşaqlar göstərə bilərsiniz ki, bununla bunun kəsişməsi bunun kəsişməsinə bərabərdir. Sonra uşaqlar az çoxluq olanda da dedik ki, nədir, nə deyil. İndi uşaqlar çoxluqların fərqinə baxmamışdan qabaq mən sizdən bir neçə misala baxmaq istəyirəm. Hansı ki, onlar belə gizli formatda mı deyim, yoxsa nə deyim, düşür yəni. Birincisi uşaqlar deyir ki, sizə NA çoxluğunun elementi məsələn 8-dir. NB, B çoxluğunun element sayı isə məsələn neçə olsun? Məsələn 6 olsun. Suallar nə ola bilər? 1. Bu çoxluqların birləşmənin ən çox neçə elementi olar? Olar. Uşaqlar, siz bilirsiniz ki, bu A ilə B elə çoxluq ola bilər ki, heç bir elementi bir-birinə bərabər olmasın. Məsəl üçün, bu A çoxluğu 1, 2, 3, 4, 5, 6, 7, 8-dir. B çoxluğu isə A, B, C, D, Y-dir. Məsələn. O zaman bunların birləşməsi təbii ki, hamısının nəyi olacaq? Toplanması olacaq. Deməli, bizə heç bir məlumat verilməsə, sadəcə olaraq elementlərin sayı verilsə, ən çoxu soruşulanda ən çox biz elementlərin sayını nə edəcəyik? Toplayacağıq. 6, 14. Deməli, bunların birləşməsinin ən çoxu neçə elementi olacaq? 14 dənə. Yəni, bunların heç biri eyni olmayacaq. İkinci halda isə ən azı soruşacaq. Yəni, birləşmənin yenə belə deyək, birləşmənin ən azı neçə elementi var? Ən azını soruşanda uşaqlar gətiririk böyük elementin özünü götürürük. Nəyə görə belə olur? Məsələn, mən sizə deyirəm ki, bu A 1, 2, 3, 4, 5, 6, 7 və 8-dir. B çoxluğu isə 1, 2, 3, 4, 5, 6. Ən yaxşı halda da bu deyilmi uşaqlar? Ən yaxşı halda B çoxluğu A çoxluğunun nəyi ola bilər? B çoxluğu A çoxluğunun A çoxluğu ola bilər ki, A çoxluğunun özün olsun, birləşmənin özünü versin biz. Bayaqları biz zaten bunu vurğuladıq. Baxın burada. Dedi ki, A çoxluğu B-nin A çoxluğu olanda elə B çoxluğunun böyük çoxluğunun özünə bərabər olur. İndi burada B çoxluğu A-nın A çoxluğudur. O zaman elə birləşmənin özü nəyə bərabər olacaq? A çoxluğuna. Yəni ən azı 8 dənə element olacaq birləşmədə. Yəni bu hansı halda B-dəki bütün elementlər A-ya da nədir? Daxildir. Zaten daxildirsə bunları toplamağın mənası yoxdur ki, 8 dənə elementin içində B-nin də elementləri var. Tamam mı?
Gəlin indi bunun bir də kəşmə versiyasına baxaq. Kəşmədə bu dəfə bizdən soruşacaq ki, uşaqlar, kəşmənin ən çoxu neçə elementi olacaq və ən azı neçə elementi olacaq? 3-cü və 4-cü hallar. İndi uşaqlar, kəşmədə ən çoxu neçə element olar deyəndə yenə bizdə format dəyişir. Kəşmə nədir? Birləşmə kimi deyil. Kəşmə ortaq olanlardır. O zaman BC-nin ən yaxşı halda BC-nin alt çoxluğu olarsa, kəşmə hansına bərabər olurdu? Alt çoxluq olana, yəni B çoxluğuna. O zaman kəşmənin ən çoxu neçə element ola bilər? 6 elementi ola bilər. 6 elementi ola bilər. Amma sizə desək ki, ən az neçə elementi var? İndi burada 2 dənə məqam ortaya çıxır uşaqlar. Biri var, kəşmə barədə sizə heç nə deməsin. Desinlər ki, məsələn, NA8-dir, NB6-dır. Kəşmənin ən azı neçə elementi var? Hansı neçə elementi var? 0. Çünki heç bir məlumat verməyiblər bizə. Deməli, kəşmədə heç bir şey yoxdursa, 0. Yəni, A çoxluğu tamamilə fərqli 8-ə qədər olan ədədlər çoxluğudur. B çoxluğu A, B, C, D, E, F-dir məsələn. Bir-birinə dəxli yoxdur, o zaman kəşmə də yoxdur. Deyilmi? Amma ortaya çıxan digər məqam nədir? Deyir ki, uşaqlar, kəsişmə boş olmasa neçə element olar? Yəni bunu sizə ipucu kimi verəcək. Deyəcəklər ki, məsələn, NA8-dir, NB6-dır. Bunların kəsişməsi boş olmasa, ən azı neçə element ola bilər? Ən azı neçə element olar? Ən azı, kəsişmə də boş deyilsə, neçə dənə element olar? 2 dənə. Ən azı. Ən çoxunu isə soruşmur zaten. Ən çoxu deyəndə avtomatik nə yazırsınız? Avtomatik kiçik çoxluğun, yəni alt çoxluğu olan versiyanı fikirləşirsiniz ki, ən azı 6 dənə çoxluq ola bilər. Bu başqalarında da belədir uşaqlar. Digər çoxluq məsələn 3-dən 2 verə bilərlər sayıları, 13-dən 2 verə bilərlər və s. Allahı. Xahiş edirəm bu misallara diqqət eləyin, bu qaydaya diqqət eləyin. Çünki düşür. Həqiqətən də düşür. Ehtiyatlı olun. Davam eləyək çoxluqların fərqi ilə. Çoxluqların fərqi uşaqlar. Məsələn, A çoxluğu yazıram. 1, 2, 3, 4, 5 və 6. B çoxluğu yazıram. 1, 2, 3, A, B, C və D. İndi deyirəm ki, uşaqlar, A çıxılsın B fərqini tapın. Yəni, bu dəfə A-dan B-ni çıxacaq. Eyni olanları çıxıram uşaqlar. Baxın, A-dan B-ni çıxıram. Yəni, eyni olanların üstündən xətt çəkəcəm. 1 var, çıxdım. 2 var, çıxdım. 3 var, çıxdım. B-də başqa eyni olan heç bir şey yoxdur, görürəm də. O zaman A-da məndə nə qaldı? 4, 5, 6. Bəs niyə 4, 5, 6 qaldı uşaqlar? Çünki mən A-dan B-ni çıxıram. Tamam? Mənə A-da qalanlar maraqlıdır. B-də qalanlar maraqlı deyil. Neynirlər eləsinlər. İndi mən əgər formatı dəyişib B çıx A yazsam, o zaman B-dən A-nı çıxacaq. Gəlin bunu da belə formatda göstərim sizə. B-dən A-nı çıxıram indi uşaqlar. 1 var. A-da çıxdım, 2 var, baxın var, çıxdım, 3 var, çıxdım. Mənə nə qaldı? A, B, C, D və salam, qutardı. Deməli uşaqlar, biz hansı çoxluqdan çıxırıqsa, orada qalan bizə maraqlı olur. A-dan B-ni çıxırıqsa, A-da qalanlar, B-dən A-nı çıxırıqsa, B-də qalanlar bizə maraqlıdır. Baxın, burada da Eylervenlə göstərilib və s. Axır nümunə yoxdur, çox təəssüflər olsun. Hər nəsə. Burada uşaqlar indi nümunələr var ki, A-dan A-nı çıxanda, daha doğrusu xəstələri var. A-dan A-nın, yəni çoxluğun özündən çıxsaq nə qalacaq uşaqlar? 0 qalacaq. 0-da nə deməkdir? Boş çoxluq deməkdir. A-dan boş çoxluq çıxsaq, yəni ki, A-dan heç nə çıxmasaq, çoxluğun özü qalacaq. Aynı A-dan B-nin çıxılmasının B-dən A-nın çıxılması eyni deyil uşaqlar. Zaten burada da göstərdik. Görürsünüz, tamamilə fərqli şeylərdir. A, B-nin alt çoxluğu olarsa, A-dan B-nin çıxılması 0-a bərabər olacaq. Çünki bütün elementlər eynidir uşaqlar alt çoxluqda, biz keçmişik də. Alt çoxluqda bütün elementlər eyni olduğuna görə, bütün elementlər bir-birindən çıxandan sonra nə qalacaq bizə yerdə? 0, yəni boş çoxluq. Aynən B-nin kəsişməsi boş çoxluq olarsa, A-dan B-nin çıxılması A-ya, B-dən A-nın çıxılması B-yə bərabərdir. Uşaqlar, bu nə deməkdir? Aynən B-nin kəsişməsi, yəni ortaq deyilsə, məsələn, gəlin bir dənə nümunə göstərin. Aynən B-nin kəsişməsi 0 olsun. Məsələn, mən buraya yazıram A, B, C. Aynən B-nin kəsişməsi uşaqlar 0-dır, boş çoxluqdur. Yoxdur işlə. O zaman A-dan B-ni çıxanda cavab 0. A çoxluğunun özü, A çoxluğundan görsünüz, heç nə çıxmıram. A çoxluğunun özü, B
B-dən A-nı çıxanda isə B çoxluğunun özü alınır. Məsələn, qutardı getdi. Və uşaqlar, burada siz tamamlayıcı çoxluğu görəcəksiniz. Bunu əsasən güvən kitabında görəcəksiniz. Topunda buna rastlamağınız demək olar ki, mümkünsüzdür. Mümkün deyil. Deməli, A çoxluğu B çoxluğunun alt çoxluğu olduqda, A çoxluğu B çoxluğunun alt çoxluğunu siz həm də belə görə bilərsiniz. Deyilmi? Bu A çoxluğu, bu da B çoxluğu. B çıx A fərqinə A çoxluğunun B çoxluğunun tamamlayıcısı deyilir. Uşaqlar, baxın, həmin o B çıx A hissəsi buradır. Baxın, bura. Bura A çoxluğunun B çoxluğuna tamamlayıcısıdır. Həqiqətən də məsələn burada neçə dənə element olarsa, bunun üstünə bu qıraqdakiləri gəlsəm, B çoxluğuna nə edərəm? Tamamlanmış olaraq. Deyilmi uşaqlar? Həqiqətən bu belə necə deyirlər? Baxsaz, məntiqlə yanaşsaz, bu qədər də çətin bir şey deyil. Tamamlayıcı. Məsələn 3-ü 5-ə tamamlamaq üçün üstünə nə gəlirəm? 2. Həmin bu 2 tamamlayıcıdır. Tutaq ki, məsələn A çoxluğu var uşaqlar. A çoxluğu olsun 1, 2, 3. B çoxluğu var. B çoxluğu da olsun 1, 2, 3, 4, 5 və 6. Fikir verin uşaqlar, mən A çoxluğunu B çoxluğuna tamamlamaq üçün üstünə nə gəlməliyəm? Baxın, bunu 4, 5, 6-nın deyilmi? Həmin bu 4, 5, 6 ki var, bax bu hissədir. 4, 5, 6 əslində haradadır? Buradadır. Yəni bunları gəlsəm üstünə və salam B çoxluğunu tamamlanıram. Bunun da işarəsi A ştrix B kimidir. A-nın B-yə tamamlayıcısı. Ya da belə işarələyək. A-nın B-yə tamamlayıcısı. Tamam mı? Belə yadda saxlamağımız daha məntiqə uyğun olar deyə düşünürəm. Yəni bu dediyim kimi dimdə rastınıza çıxmayacaq. Sadəcə olaraq güvəndə görə bilərsiniz. Sonra uşaqlar element sayını zaten göstərdik. Məsələn, element sayını göstərdik. Artıq mən sərbəst olaraq Euler-Venndən danışa bilərəm. Euler-Venndən gəlin danışaq uşaqlar. Euler-Ven dairəsi ilə tanış olaq. Bir çoxluq, 2 çoxluq, A çoxluğu və B çoxluğu. Baxın uşaqlar, bu orta hissə A ilə B-nin kəsişməsini göstərir. Yalnız bu hissə A ilə A-dan B-nin çıxılmasını göstərir. Bunu kəsin. A-dan B-nin çıxılmasını. Ancaq bu hissə isə B-dən A-nın çıxılmasını. Yəni, yalnız və yalnız B-yə daxil olan elementlər buradadır. Və yalnız A-ya daxil olan elementlər buradadır. İkisinə də daxil olan elementlər harada olacaq? Ortada, kəsişmədə. İndi uşaqlar, məntiqlə fikirləşsək, həqiqətən də mən bunların hamısını götürüb birləşdirsəm, burada nə alacam mən? Birləşmə alacam. Zaten ağzında deyirəm ki, birləşdirsəm. Təbii ki də birləşdirmə. O zaman A-nın B-yə birləşməsi bunların hamısı olacaq. Amma çox təəssüflər olsun ki, mən bunu bu formada yazmıram. Mən bunları sayılarla yazıram. Yəni uşaqlar, biz düstur olaraq bunu belə əslində heç tərəfdarı deyiləm, siz də bilirsiniz. Düstur yadda saxlamağın heç tərəfdarı deyiləm. Mən tərəfdarıyam ki, bir şeyi başa düşəsiniz. Nə xoş olar, nə gözəl olar uşaqlar. Deməli, mən bu A çıxılsın B-yə N A çıxılsın B verirəm. Yəni, buradakı A çıx B-nin elementləri, A ilə B-nin fərqinin elementlərini ABC-də olaraq deyil də, neçə dənə element var? Məsələn, 4 dənə element varsa, 4 dənə element olaraq qələm alıram. Başa düşdünüz necə? Bunu isə N, A, kəsişmə B kimi. Kəsişməmiş yazdım. Kəsişmə B kimi qələm alıram. Bunu isə N, B çıxılsın A. Yəni, B-dən A-nın fərqini N-lə yazırıq. İndi isə uşaqlar, həqiqətən də birləşmənin element sayı N, A birləşmə B nəyə bərabər olar sizcə? N, A çıx B, bax bu, üstə gəl, bunu belə işə, bu, üstə gəl, N, A çıx, yox, B çıx A, indi isə bu və son olaraq üstünə bir dənə də A kəsişmə B gəlsəm, yəni bunu gəlsəm, mən üçünü bir yerdə nə qələm alacaq? Birləşmə. Tamam mı? Uşaqlar, üçünün də birləşməsi NA birləşmə B, daha doğrusu üçünün də cəminə bərabər olacaq. Məncə bu o qədər də çətin bir şey deyil də, yəni. Gəlin bunu belə elementlərlə göstərim sizə. A, B çoxluğu. Aynen B-nin kəsişməsində A, B, C olsun. A-nın özündə olsun 1, 2, B-nin özündə olsun 3, məsələn D. Belə bir şey olsun.
İndi baxıram ki, bunların birləşməsini yazmaq istəyirəm də. A birləşmə B. A birləşmə B-dən mən nələri götürəcəm? 1, 2, hamısını götürürəm də, deyilmi? A, B, C, sonra 3 və D. Hamısını götürdüm. Yəni uşaqlar, A birləşmə B-də neçə element oldu? 1, 2, 3, 4, 5, 6, 7. 7 element. Həqiqətən də burada neçə dənə element var idi? NA neçə elementidir? Daha doğrusu NA deyil. Bura harada? N çıxılsın, A çıxılsın, B. 2 element. NA, bunu başqa qələmlə yazın. NA kəsişmə B-də neçə element var idi? 3. Əla. Və burada qıraqda N. B çıxılsın, A-da neçə element var? 2. 2 element var. Həqiqətən də 2, 3 və 2-nin cəmi neçə eləyəcək uşaqlar? 7 eləyəcək. Və mən görürəm ki, birləşmədə həqiqətən neçə element var? 7 element var. Yəni görürsünüz uşaqlar, əyani olaraq da göstərdim ki, elementlərin özü də verilə bilər. Amma əksər vaxt artıq siz böyüyürsünüz deyə sizə elementlərin özü verilməyəcək. Təsvirlər olsun ki, artıq sizə elementlərin sayı veriləcək və siz bu saylarla işləyəcəksiniz. Biraz yavaş öyrəşəcəksiniz ki, hə, bu budur və s. və axır. Oldu mu? İndi elə başqa bir gözlə də baxaq. Belə. A çoxluğu, B çoxluğu, A, B. İndi uşaqlar, mənə buranın zaten kəsişmə olduğunu bilirəm. Mənə indi siz deyəcəksiniz, baxın, bu element, bax bu. Bu dairə. Hansı çoxluqdur? A çoxluğudur, deyilmi? Bax, bu dairənin özü. İçinə. Bu A çoxluğudur. Mən bunu eləyirəm NA. Yəni, kəsişmə də daxil olmaqla. Bax, kəsişmə də daxil olmaqla. Tamam mı? Kəsişmə daxil olmaqla götürürəm mən bunu NA. İndi bu. Baxın, bu. Kəsişmə daxil olmaqla. Bu hansı çoxluqdur? B çoxluğu. Bu olacaq NB. İndi uşaqlar, mən NA ilə, yəni A-nın da hamısını götürüb, N-in də hamısını götürsəm, mən bu A ilə B-nin birləşməsini necə verəcəm, ona baxacam. Belə ki, yazıram. N, A birləşmə B bərabərdir. Normal yolunu gedirəm. NA, A elementini, A çoxluğunu götürdüm. Üstünə gəlirəm, NB. Sonra qalıb bir fikirləşirəm uşaqlar. Nəyi fikirləşirəm? Baxıram ki, A çoxluğunu götürsəm uşaqlar, A çoxluğunu. A çoxluğunun içində bir dənə nə var? Kəsişmə var. Düzdürmü? A çoxluğunu götürsəm, baxın A çoxluğunu. A çoxluğunun içində bir dənə kəsişmə var. Deyilmi? Əla, super. İndi mən bir də B çoxluğunu götürürəm. Baxın B çoxluğunu. B çoxluğunu götürəndə onun da içində bir dənə də kəsişmə var. Mən bu 2 dənə kəsişməni nə edəcəm ki? Mən bu 2 dənə kəsişməni bir yerdə saxlaya bilmərəm. Bir dənə kəsişmə mənə kifayətdir. Ona görə də gəlib düsturda bir dənə kəsişməni nə edirəm? Çıxıram və salam. Qutardı getdi. Bu da sizə düstur. Amma mən yenə deyirəm uşaqlar, qəti sürətdə düstur tərəfdarı deyirəm. Qətiyyən. Ona görə də xahiş edirəm, məntiqlə yanaşın misallara. Çox məntiqlə. Yəni uşaqlar, 1-2 dənə də belə şəkilli misallara baxaq. Ondan sonra da yekunlaşdıraq. Deməli uşaqlar, baxırsınız şəkilli misallarda ən çox nəyə diqqət edirsiniz? Hansı tərəf, baxın, hansı tərəf rənglidir? Görürsünüz? Hal-hazırda məndə rəngli olan hansı çoxluqdur? B çoxluğudur. Deməli, B çoxluğundan nəsə qalıb. B çoxluğundan çıxırıq. Uşaqlar, baxın, bu boş hissə haranın hissəsidir? Yəni, hansı hissənin üst-üstə düşüb? A çoxluğu ilə üst-üstə düşüb. Deməli, mən B çoxluğundan A çoxluğunu burada sadəcə olaraq çıxacam. Və salam. Yəni, siz yenə deyirəm, nəyə baxırsınız? Hansı çoxluqda sizə qalıb? B çoxluğunda, yoxsa A çoxluğunda? A çoxluğunda qalıbsa, və salam. Qutardı, getdi. Başqa bir. Məsələn, bu. Burada görürük, hansı çoxluqda, daha doğrusu, hansı çoxluq ştrixlənib, hansı çoxluqda element qalıb, yəni A çoxluğunda. Deməli, A çoxluğundan çıxacaq. Baxaq, görək nə çıxır uşaqlar. Buranı desəm, bax bura. B ilə A-nın kəsişməsidir. Bura B, A, C-nin kəsişməsidir. Burada C ilə A-nın kəsişməsidir. Yəni, üçünün də eyni olduğu heç bir şey yoxdur. Ona görə mən məcbur qalıram. B ilə C-ni birləşdirirəm. B ilə C-nin birləşməsindən hamısı gedir. B ilə C-ni birləşdirib A-dan çıxıram. Yəni, A-dan çıxacam B ilə C-nin B ilə C-nin birləşməsini. Və salam, görürsünüz, A-dan çıxıram. Çünki hansı çoxluqda iştirixlənmə var idi, hansı çoxluqda element var idi? A çoxluğunda. Görürsünüz? Sonra başqa birinə baxaq. Məsələn, bu olsun. Burada yenə də hansı çoxluq ştrixlənib? A çoxluğu. Görürsünüz, A çoxluğunda qalıb. A çoxluğundan çıxacam. Görək nəyə çıxaq uşaqlar. Baxın, bu hissə, sırf bu hissə. Mənə nəyi verir? B ilə C-nin kəsişməsi deyil uşaqlar. Bax, sırf bu hissə. 2 dənə kvadratın kəsişməsinə baxanda aynı anda eyni deyə söz yox. Aynı anda eynidir. Sadəcə olaraq sırf bu hissə, boş olan hissə B ilə C-nin kəsişməsidir. O zaman A-dan B ilə C-nin nəyini çıxacam? Kəsişməsini çıxacam. Zaten burada kəsişmədə çıxanda A-da olan elementlər də çıxmış oluram da, deyilmi?
Ortaq elementləri çıxırıq. Sonra uşaqlar burada B çoxluğunda qalıb elementi görürsünüz. B-dən çıxacağım. Görək hələ nəyi çıxırıq. B-dən çıxacağım. Baxın uşaqlar, yenə də bundan bunu bilirsiniz hansı şəkil oxşuyur. Baxın bu şəklə. Bax burada qəlbə deyə nə burada birləşmə var, nə burada, nə burada. Üçdə fərqli şeylərdir. Eləcə də bu şəkil. Bu ayrıdır, bu ayrıdır, bu ayrıdır. Səhv oldu. Bax bura. Balaca yer ayrıdır. Ona görə də mən A ilə C-ni birləşdirirəm. A ilə C-ni birləşdirib nədən çıxıram? B-dən çıxıram. Sonra bunlar nisbətən asandır. Görürsünüz hamısının bu hamısının kəsişməsidir deyib çatdıra bilmədim. Məsələn bu şəkil uşaqlar. Mən görürəm ki, baxın. Burada izah edeyim sizə. Baxın, görürəm ki, bax bu nədir uşaqlar? Bax bu hissə. A ilə C-nin kəsişməsi. A ilə C-nin kəsişməsi var. Başqa nə var uşaqlar? D ilə C-nin kəsişməsi var. D ilə C-nin kəsişməsi var. Burada nə var uşaqlar? B ilə C-nin kəsişməsi var. Bir şey verin uşaqlar. Üçündə də nə var? C ilə kəsişmə var. Düzdür? Üçünü də C ilə kəsdirəcəm. Bir növ bu bilirsiniz nəyə oxşuyur uşaqlar? Mötərizə xaricinə çıxartma. O zaman C kəsişməni mötərizə xaricinə çıxardıram. O zaman mən həm A-dan, həm D-dən, həm də B-dən üçündən də element götürmək istəyirəmsə, A-nı da, B-ni də, D-ni də bir-birinə nə edəcəm? Birləşdirəcəm. Və salam. C ilə birləşmə. Hanı bu? Baxın B variantına düşür. C-ni sadəcə olaraq arxaya atıblar. A, B yox, bu deyil. Oy. Hə. Y variantı uşaqlar, Y variantı. A ilə B-ni, B ilə D-ni birləşdiriblər. Birləşmə ilə C-ni nə ediblər? Kəşdiriblər. Çünki üçü də, baxın B-də, C-də, düzürəm. B-də, D-də, A-da nədir? C ilə zaten kəsişib. Məsələn, buna baxaq uşaqlar. Bu da maraqlıdır. Deməli, mən baxıram ki, uşaqlar, bax bu hissədə də. Düzdür, bu hissə nədir? Nə ilə nəyin? Necə görünür də görünür ki, görünür. Bu hissə nə ilə nəyin kəsişməsi uşaqlar? A ilə C-nin kəsişməsi, deyilmi? Bəs bu hissə nə ilə nəyin kəsişməsidir? B ilə C-nin kəsişməsidir. O zaman mən C kəsişməni eləyə bilərəm. C kəsişməni eləyə bilərəm. Mötərizə xaricinə çıxardıb A ilə B-ni eləyə bilərəm, yenə birləşdirə bilərəm. Aha. Deməli uşaqlar C-ni A ilə B-nin birləşməsi ilə kəsişdirdim. Baxın, eyni ilə bu misala oxşuyur. Necə ki C-nin kəsişməsini ortaqlıq kimi çıxartdım. Kimi eyni şey demək deyil yəni. Burada da eyni şey elədim uşaqlar. Burada yenə C-nin kəsişməni arxaya atıblar sadəcə olaraq. Məsələn. Sonra burada eyni şəkillər. Başqa hələ ki şəkil görmədim uşaqlar. Baxın bu tip şeylər var. Görün bir-iki dənə də güvəndən göstərim. Bu var uşaqlar. Gəlin bu şəklə baxaq. Elə bu şəklə də baxarıq. Bu şəkil asandır əslində. Baxın, fikir verin. Bu şəkildə bax bu hissə. Və bu hissə nədir? A-da da təkcə. Baxın, B ilə ortaq olanları çıxılıb. Yəni yoxdur burada. Təkcə hara qalıb A? A-dan B-ni çıxıram ki, təkcə A-da olanları alın. Deyilmi? İndi bir də bu var. Bəs bu nədir uşaqlar? B ilə C-nin kəsişməsi, deyilmi? Sonradan indi mən bunların ikisinin də elementlərini bir araya yığmaq üçün bunları nə edəcəm? Birləşdirəcəm və salam. Qutardı getdi. O da gəlir B variantına düşür. Sonra, bu niyə sildim ki? Qalsın. Sonra uşaqlar bura var. Baxın, bu hissə, yox. Bu hissə A ilə B-nin kəsişməsidir. Bu hissə isə, bu niyə bir bu qədər açıq oldu? Bura uşaqlar A ilə B-nin kəsişməsidir. Bura isə B ilə C-nin kəsişməsidir, deyilmi? O zaman mən bunları neyim? İkisi də nə ilə kəsişiblər uşaqlar? Məntiqlə. B ilə kəsişiblər. Amma və lakin bunları ayrı-ayrı yaza bilmirəm. Daha doğrusu birləşdirib şey eləyə bilmirəm. Bu şəkillə tapa bilməyəcəm, hər neysə. Və ya, baxın uşaqlar, bu elədiyimizdən bunun arasında fərq var. Fikir verin, bunlar tamamilə ayrı yerlərdədir. B-ni kəsişməni çölə çıxarda da bilərsiniz, amma bunu daha geniş formada yazıblar. Necə ki, sadəcə olaraq A ilə B-nin kəsişməsini, B ilə C-nin kəsişməsini nə ediblər? Birləşdiriblər. Və salam. Güvəndən bir neçə suala baxaq uşaqlar. Məsələn, bu suala baxaq. Baxın, fikir verin, burada bizdə rəngli olan hissə haradır? Ancaq C-dədir. Düzdür? C-dən. Deməli, rəngli olan hissə C-dir. Yəni, C-dən hər hansısa bir element qalıb. Deməli, C-dən çıxıram. Nəyi? Baxın, bu orta hissə var. Bu orta hissə nə ilə üst-üstə düşür? A ilə B-nin kəsişməsi ilə. A ilə B-nin kəsişməsini buradan çıxıram. Və salam, qutardı getdi. Sonra,
Bu da asan misallardan biridir uşaqlar. Görürsünüz burada C-də element qalıb. Deməli C-dən çıxacaqsınız. Yenə bu hissə baxın, bu hissə. Hara düşür uşaqlar? A ilə B-nin kəsişməsinə. Məsələn. Bu da rahatdır uşaqlar. Amma burada A ilə C-nin kəsişməsindən də çıxa bilərsiniz. Yox, elə versiyası verilməyib. Yox, verilməyib. Sonra uşaqlar gəlin baxın buna baxaq. Baxın bunu görürsünüz. Burada A çoxluğunda qalıb. Deməli siz A çoxluğundan çıxacaqsınız. Amma nəyi? Ən maraqlı hissəyə gəldik. Uşaqlar baxın, mən B-ni çıxsam, təkcə B-ni bu tərəf qalır. C-ni çıxsam, bu C-ni çıxsam, onda da bu tərəf qalır. Yəni qalıram belə. O zaman mənim bir dənə üsulum olur ki, bir dənə çıxış yolum olur ki, mən B ilə C-ni buradan birləşdirim. Tamam mı? Baxın, buradan birləşdirim bunları. Və bunu hamısını. O zaman mən A-dan çıxacağam, B ilə C-nin birləşməsini və salam. Sonra. Bu da rahat bir misaldır uşaqlar. Baxın bunun hamısı bu hissə nədir? A ilə B-nin kəsişməsidir. Deyil? A ilə B-nin kəsişməsindən çıxacağam. Görüm nəyi çıxıram? C çoxluğunun C çoxluğu var. C çoxluğunun çıxacağam. Və salam qutardı getdi. Bu da rahat misallardan biri. Sonra bu məsələn, baxın yenə də uşaqlar bura haradır əslində A ilə B-nin kəsişməsidir. A ilə B-nin kəsişməsindən orta hissəni. Yəni nəyi çıxıblar? C-ni çıxıblar. Və salam. Sonra. Yəni belə də uşaqlar. Sonra buna da bir baxaq maraqlı şəkildə. Baxın uşaqlar, burada hansı çoxluq, hansı hissə rənglidir? Baxın bu hissədir əslində. Bax bu hissənin hamısını rəngləsəm, bu hissəsində nədir? A ilə B-nin kəsişmə hissəsidir, deyilmi? A ilə B-nin kəsişməsindən sadəcə bu hissəni nə ediblər? Çıxıblar. Bax bu hissəni çıxıblar. Qalıb ancaq bu hissələr. O hissədə hara düşür? Hansı çoxluğun üstünə düşür? C çoxluğunun üstünə. C çoxluğu ilə üst-üstə düşür. Və oradan da onu çıxardırıq, olur. A ilə B-nin kəsişməsindən C-nin çıxılması. A variantı. Bu da belə. Yəni ümumi olaraq belə uşaqlar. Düşünürəm ki, kifayət qədər misallara baxdıq. Çoxluqlar asan dərsdir. Sadəcə olaraq çalışdım ki, daha geniş şəkildə məlumat verim. Hər kəsə uğurlar.